dünyanın ən az yağış yağan, ən quraq paytaxtlarından birində yaşayırsınız. Yəni, ildə cəmi 200-300 millimetr yağıntı alan bir şəhərdir. Düzdür, amma buna baxmayaraq hava proqnozunda kiçik bir yağış ehtimalı belə gördüyünüz zaman, yəni işə necə gedəcəyinizi, küçələri necə keçəcəyinizi düşünməyə başlayırsınız. Hətta avtomobilinizin təkərini növbəti dərin su çuxurunda qoyub qoymayacağınızdan narahat olursunuz. Bəli, bugün üçün xarakterik bir mənzərədir. Biz də bugün məhz bu paradoksu, Bakının daşqın böhranını və şəhər infrastrukturunun niyə hər yağışda bu qədər ciddi sınaqla üzləşdiyini dərin təhlil edirik. Masamızda Bakının su idarə etməsi, yolların degradasiyası və qlobal həll yollarına dair çox hərtərəfli sənədlər var. Və məqsədimiz sadəcə bu vəziyyətdən şikayətlənmək deyil. Biz daha çox analitik yanaşmalıyıq. Tamamilə. Biz tıxacda qalanda və ya gölə çevrilmiş küçədən keçməyə çalışanda, yəni əslində yerin altında hansı mühəndislik, fiziki və kimyəvi proseslərin baş verdiyini anlamağa çalışacağıq. Əgər siz də hər yağışda səthi nəticələri deyil, kök səbəbləri görmək istəyirsinizsə, bu təhlil məhz sizin üçündür. Gəlin ən təməl coğrafi faktdan başlayaq. Baxın, proseslərə tam sakit, mühəndislik prizmasından yanaşanda hər şey daha aydın olur. Düzdür. Məsələn, Bakı dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir. Bu onu dünyanın ən alçaq paytaxtı edir. Lakin sənədlərdəki rəqəmlərə baxanda dediyimiz kimi, şəhər illik cəmi 200-300 millimetr yağış alır. Şübhəsiz, bu çox kiçik bir rəqəmdir. Müqayisə üçün qeyd edək ki, Londonda bu rəqəm 600 millimetr, Tokyoda isə 1520 millimetrdir. Məntiqi olaraq, ildə 1500 millimetr yağış alan şəhər su altında qalmalıdır. İldə cəmi 200 millimetr alan şəhər yox. Niyə biz belə az su ilə fəlakət sonasına çevrilirik? Deməli, burada məsələ yağışın illik ümumi həcmi deyil. Əsas amil onun intensivliyidir. İqlim dəyişikliyinin təsiri ilə biz artıq torpağın yavaş-yavaş həzm edə biləcəyi o mülayim yağışları çox az görürük. Yəni, qəfil və şiddətli yağışlar artır. Bəli. Mənbələrimiz göstərir ki, bəzən Bakıda aylıq normanın 170-200% sadəcə bir gün ərzində yağır. Bəzən suyun düşmə sürəti saatda 50-80 millimetrə çatır. Amma problem yalnız göydən düşən suyun sürətində deyil. Torpağın özündədir, eləmi? Yarımadasının torpaq strukturu əsasən gilli, yəni mütəxəssislərin dili ilə desək, clay-rich xarakter daşıyır. Gilin mikroskopik quruluşu çox sıxdır. Bu cür torpaqların su hopma sürəti qumlu torpaqlara nisbətən 10 və ya 50 dəfə yavaşdır. Mənbələrdə bu vəziyyəti izah etmək üçün çox aydın bir analogiya var. Baxın, bunu belə təsəvvür edin. Sərt, tamamilə qurumuş bir kərpicin üzərinə anidən bir vedrə suyu tökürsünüz. Su o sərt kərpicə hopa bilmir və birbaşa kənarlara daşır. Çox dəqiq bir mühəndislik bənzətməsidir və həmin o kərpic təsiri sadəcə torpağın növü ilə də bitmir, Bakının mərkəzi relyef baxımından bir çanaq formasındadır. Yəni, kənarlardan mərkəzə doğru meyillidir. Tamamilə. Suyun öz-özünə axıb getməsi üçün mühəndislikdə təbii meyil, yəni gravitasiya şərtdir. Amma dəniz səviyyəsindən aşağıda olduğumuz üçün və ətraf yüksəkliklərdən su mərkəzə axdığı üçün bu təbii meyil qeyri-kafi olur. Bunun üzərinə yeraltı suların onsuz da yüksək səviyyədə olmasını gəlsək, torpaq artıq doymuş bir süngər halında olur. Deməli, su gəldikdə onu qəbul edəcək boşluq tapmır. Əgər coğrafiyamız onsuz da suyun yığılmasına belə meyillidirsə, o halda sual yaranır. Biz şəhəri niyə fərqli planlaşdırmamışıq? Yəni, təbiət bizə çanaq veribsə, bizim yeraltı infrastrukturumuz o çanağı boşaltmaq üçün dizayn edilməli deyildi. Əlbəttə, edilməlidir. Lakin burada başqa bir məqam var. Sənədlərdə bəzi rəqəmlər var. Məsələn, kanalizasiya sistemi ilə bağlı. Qeyd olunur ki, hazırki sistem Sovet dövründə təxminən 1,5 milyon əhali üçün dizayn edilmişdi. Amma biz bugün 3,5 milyonluq böyük Bakıdan danışırıq. Bəli, yəni bu infrastruktur yüklənməsinin yalnız vizual tərəfidir. Şəhərsalmada ən mühüm səhvlərdən biri yağış suyu sistemi ilə çirkab su sisteminin tam ayrılmamasıdır. Bir-birinə qarışır. Elədir. İnkişaf etmiş şəhərlərdə bu iki sistem müstəqil işləyir, lakin bizdə bu sistemlər vahid borularda birləşəndə kəskin yağış zamanı sistemin ötürücülük qabiliyyəti dərhal tükənir. Daha bir həlledici faktorsa şəhərin yerüstü örtüyünün dəyişməsidir.
Sənədlərə görə Bakıda su keçirməyən səthlərin həcmi son 10 illiklərdə 40%-dən 67%-ə qalxıb. Su keçirməyən səthlər dedikdə yəqin ki, binaları, asfalt yolları və betonlanmış meydançaları nəzərdə tuturuq. Bəli, beton və asfalt nəzərdə tutulur. Mənbələrdə betonun sel axım koefisiyentinin 0,98 olduğu göstərilir. Yəni bu o deməkdir ki, betonun üzərinə düşən suyun demək olar ki, 90-98%-i torpağa hopmur, birbaşa küçəyə, oradan da kanalizasiyaya axır. Düzdür. Onda belə çıxır ki, biz şəhəri 10% daha çox betonladıqca, yeraltı borulara düşən yük bəlkə də 30% artır. Məgər böyük göydələnlər tikiləndə, yeraltı su borularının diametrinin artırılmalı olduğu unudulur? Bu, unutqanlıqdan çox şəhərsalma strategiyalarında yerüstü inkişafın yeraltı inkişafı qabaqlamasıdır. Belə deyək, şəhərlər vizual kosmetikaya sərmayə qoyanda gözə görünməyən yeraltı boruların yenilənməsi arxa plana keçir. Lakin fizika qanunları dəyişmir, borunun həcmi eyni qalır. Beton səthlər artdıqca isə boruya daxil olan suyun həm miqdarı, həm təzyiqi artır. Tamamilə. Nəticədə sistem sadəcə daşmır, eyni zamanda dağılır. 2024-cü ilin oktyabrında baş verən daşqınlar və 2026-cı ilin martındakı sel, hansı ki son 100 ilin seli kimi qeydə alındı, bunun əyani sübutudur. 2026-cı ilin mart hadisələri doğrudan da çox səs-küylü oldu. Yəni tuneldə 2 nəfərin həlak olması, insanların suyla dolmuş avtobuslardan kəndirlər vasitəsilə xilas edilməsi cəmiyyətdə ciddi rezonans yaratdı. Və mənbələrimizdə bu hadisələrə verilən fərqli siyasi reaksiyalar da öz əksini tapır. Hansı ki, bu da məsələnin sosial ölçüsüdür. Bəli. Məsələn, Bakı meri Eldar Əzizov kimi rəsmi şəxslər bunu normanı dəfələrlə üstələyən, yəni qarşısı alınmaz bir təbii fəlakət adlandırmışdı. Digər tərəfdən isə İlham Hüseyin kimi müxalifət nümayəndələri qeyd edirdilər ki, problem milyardların vizual gözəlliyə xərclənib, infrastruktura xərclənməməsidir. Aydındır. Təbii ki, bizim məqsədimiz bu tərəflərin heç birini müdafiə etmək deyil. Sizə sadəcə sənədlərdəki mövqeləri və mühəndislik faktlarını təqdim edirik. Bəs digər şəhərlər bu sularla necə başa çıxır? Məsələn, bizdən 5 dəfə çox yağış alan London və ya Tokyo nə edir? Qlobal müqayisələr bizə fərqli bir mənzərə göstərir. London təxminən 150 illik köhnə Viktoriya dövrü kanalizasiya sisteminə malikdir. Onlar da ciddi daşqın problemləri yaşayırdılar və bunun qarşısını almaq üçün Tidway Tunnel adlı bir layihə icra etdilər. Bu nə cür bir layihədir? Bu 8,5 milyard funt sterlinqə başa gələn və şəhərin altından keçən 25 kilometr uzunluğunda nəhəng bir tunneldir. Tokyoda isə yanaşma biraz daha monumental olub. Onlar ildə 1520 millimetr yağış alır və daşqınları idarə etmək üçün təxminən 3 milyard dollarlıq bir sistem inşa ediblər. Sənədlərdəki o məşhur Cicans sistemi. Bəli, məhz o. Bu sistem yerin 59 metr dərinliyində yerləşir və eyni anda 670 min kub metr suyu saxlaya bilən nəhəng yeraltı rezervarlardan ibarətdir. Yəni əsl yeraltı su məbədidir. Deməli, Tokyo yağış suyunu sadəcə dar borularla dənizə vurmağa çalışmaq əvəzinə yerin altında nəhəng bir rezervuar tikib ki, o böyük su kütləsini müvəqqəti olaraq orada saxlasın. Lakin bu da milyardlarla dollar tələb edir. Jakarta kimi şəhərlərin vəziyyəti isə daha ağırdır. Sənədlərə görə Jakarta hər il 25 santimetr batır və artıq paytaxtı tamamilə köçürmək qərarına gəliblər. Çox ekstremal bir qərardır. Amma digər tərəfdən Singapur və Rotterdam kimi şəhərlər də var. Onlar tamam fərqli fəlsəfə tətbiq edirlər. Onların fəlsəfəsinə görə yağış suyu uzaqlaşdırılması gerəkən düşmən deyil. Əksinə saxlanılması lazım olan bir resursdur. Yəni suyu yığırlar. Bu şəkildə su anbarlarına çevrilir. Bu da şəhərin kanalizasiya sistemini iflic olmaqdan qoruyur. O zaman belə başa düşürük ki, məsələ sadəcə pul və milyardlar xərcləmək deyil. Düzdür, təkcə pul məsələsi deyil. Bu 10-15 illik ardıcıl planlaşdırma tələb edir. Məsələn, Kopenhagenin iqlim adaptasiya planı var. Bu 30 illik bir vizyon əsaslanır. Onlar mühəndislik fəlsəfələrini belə qurublar. Yüksək yağış miqdarı özlüyündə fəlakət deyil. Əsl fəlakət infrastrukturun vəziyyətə hazırlıqsızlığıdır. Bu olduqca vacib bir nöqtədir. İndi isə gəlin bu mühəndislik fəlakətinin digər bir vizual nəticəsinə köçid edək. Daşqın bitir, küçələrdəki su çəkilir, lakin geriyə darmadağan olmuş yollar qalır. Xüsusilə də o dərin asfalt çuxurları.
Niyə bizim yollarımız suyun altında qaldıqdan sonra şəkər kimi əriyir? Sənədlər burada suyun asfalta etdiyi təsirin həm kimyəvi, həm fiziki mexanizmlərini çox detallı izah edir. Bu yolların degradasiyasında olduqca spesifik bir mexanizmdir. İlk növbədə mühəndislikdə stripping, yəni bitum soyulması adlanan proses baş verir. Asfalt əslində daş qırıntılarının bitum vasitəsilə bir-birinə yapışdırılmasından ibarətdir. Su o mikroskopik çatlardan bu qata sızanda həmin daş və bitum arasındakı kimyəvi bağı zəiflədir və nəhayət qoparır. Yəni yapışqanlığını itirir. Bəli, amma əsl dağıdıcı təsir hidravlik pampalama adlanan fiziki proses zamanı baş verir. Baxın, mən sənədlərdə bu prosesin izahını oxuyanda məsələnin mexanikası mənə çox aydın oldu. Yəni, yağış suyu əslində yolu üstdən döyəcləyib qırmır. Yağış sanki dişin minasının altına sızan çürük kimi asfaltın altına keçir. Və biz avtomobillə o suyun üstündən keçdikcə, təkərin ağırlığı suyu birbaşa aşağıya doğru güclü bir təzyiqlə vurur. Sanki hər bir avtomobil təkəri bir hidravlik çəkic rolunu oynayır. Çox gözəl izah etdiniz. Dəqiq belədir. Ağır nəqliyyat vasitəsi o su dolu çatın üzərindən keçdikdə suyu asfaltın altındakı zəminə, yəni mühəndislikdəki sab-baza qatına doğru sıxır. Və o zəmindəki qum, torpaq həmin suyun təzyiqi ilə yuyulur, kənarlara çəkilir. Orada da gözlə görünməyən bir boşluq, yəni hava cibi yaranır. Və sonra başqa bir maşın gəlir. Bəli, növbəti avtomobillər oradan keçəndə isə yuxarıdakı asfalt qatı artıq altı boş olduğu üçün o cibə doğru çökür. Nəticədə isə o hamımıza tanış olan dərin çuxurlar əmələ gəlir. Bundan əlavə, Bakıda tez-tez rast gəlinən yağış yağa-yağa asfalt döşəmə praktikası bu prosesi daha da sürətləndirir. Yağış yağa-yağa asfalt döşəmək doğrudan da qəribə səslənir. Bunun ziyanı nədir? Məsələ buradadır ki, isti asfalt nəm zəminə töküldükdə su anında buxarlanmağa çalışır. Lakin buxar asfaltın daxilində həbs olunur, bu isə örtüyün hələ istifadəyə verilməmişdən zədəli olmasına səbəb olur. Həmçinin yay aylarında 60 dərəcəyə qədər isinmiş asfalta qəfil soyuq yağışın düşməsi var ki, bu da termik şok yaradır və mikroçatların sayını sürətlə artırır. Bütün bu mexanizmlər onu sübut edir ki, yolun ömrünü müəyyən edən faktor heç də yuxarıdakı qara örtüyün qalınlığı deyil. Onun altındakı zəminin quru və bütöv qalmasıdır. Tamamilə razıyam. Təbii ki, bu çuxurlar və xarab olan avtomobillər problemin yalnız görünən və maddi tərəfidir. Mənbələrimiz bu sistemik infrastruktur çatışmazlığının iqtisadi, səhiyyə və sosial bədəlini də dərindən təhlil edir. Dünya Bankının məlumatlarına görə Azərbaycanda daşqınların yaratdığı illik birbaşa zərər 18-25 milyon dollar arasındadır. Və buraya heç tıxaclarda itirilən vaxtın, yanacağın iqtisadi dəyəri daxildə deyil. Amma məni ən çox düşündürən səhiyyə aspektidir. Səhiyyə aspekti bu böhranın ən həssas, ən təhlükəli nöqtəsidir. Bayaq qeyd etdiyimiz kimi, yağış suyu və çirkab su eyni borulardan axır. Yəni daşqın zamanı küçələrə çıxan o su sadəcə göydən yağan təmiz yağış suyu deyil. Bu, tərkibində fekal patogenlər, ağır metallar və müxtəlif kimyəvi maddələr olan zəhərli bir mayedir. Deməli, təhlükə vizual olduğundan daha dərindir. Şübhəsiz. Tədqiqatlar sübut edir ki, bu sularla təmas istər birbaşa, istərsə də dolayısıyla xüsusilə vəba, tifo, hepatit A və mədə-bağırsaq infeksiyalarının yayılma riskini kəskin şəkildə artırır. Xüsusilə də uşaqların bu sularla təması səhiyyə sisteminə çox böyük bir təzyiqdir. Və bununla yanaşı sənədlər çox mühüm bir sosial ədalətsizlik faktoruna da diqqət çəkir. Çünki su hər kəsə eyni cür dəymir. Yəni, daşqınlar Bakının mərkəzindəki yaxşı izolyasiya olunmuş lüks binalarda yaşayan insanlardan daha çox Sabunçu, Binəqədi kimi periferiya rayonlarını vurur. Orada sığortası olmayan evlərdə, zirzəmilərdə yaşayan həssas təbəqə bu yükü daha çox çəkir. Tamamilə düzdür. Beləliklə, bu sadəcə olaraq mühəndislik problemi deyil, həm də ciddi bir sosial böhrandır. Buna elektrik və qaz kəsintilərinin yaratdığı o psixoloji təzyiqi də əlavə etsək, mənzərə daha da aydınlaşır. Məhz bu səbəblərə görə Dünya Bankı və digər qurumlar problemin iqtisadi modelini profilaktikaya əsaslandırır. Rəqəmlər aydın şəkildə göstərir ki,
Daşqının qarşısını almaq üçün infrastruktura qoyulan hər bir dollarlıq sərmayə sonradan fəlakətin bərpasına xərclənəcək 6 və ya 10 dolları qoruyur. Yəni suyun idarə edilməsi xərc deyil, uzun vədədə qənaətdir. Mənzərə indi olduqca aydındır. Biz təbii çanaq formasında olan bir ərazini betona qərq etmişik və suyun çıxış yollarını demək olar ki, bağlamışıq. Bəs bu reallıqdan çıxış yolları nələrdir? Təhlil etdiyimiz mənbələr həm qısa müddətli, həm də uzun müddətli addımlar təklif edir. Məsələn, qısa müddətli addımlar kimi mövsüm başlamadan əvvəl kanalların xüsusi vakuumlarla təmizlənməsi qeyd olunur. Çünki yarımçıq tıxanmış bir borunun su buraxma qabiliyyəti dərhal 50% azalır. Aydındır. Həmçinin nasos stansiyalarının real zamanlı monitoringi təklif olunur, lakin mənim diqqətimi ən çox uzun müddətli strategiya cəlb etdi. Sənədlərdə Çin memarı Kongjan Yo'nun Sponge City, yəni süngər şəhər konsepsiyasından bəhs edilir. Bəli, bu konsepsiya ənənəvi mühəndisliyin tam əksidir. Əvvəllər bizdə məqsəd suyu mümkün qədər tez borularla dənizə vurmaq idisə, bu süngər şəhər konsepsiyası şəhərin suyu bir süngər kimi özünə çəkməsini hədəfləyir. Bunun üçün nələr edilməlidir? Buna bir neçə element daxildir. Birincisi, yaşıl damlar məsələsi var. Yəni, binaların damlarında xüsusi bitki örtükləri qurulur ki, bu da yağan yağışın 70%-ni elə oradaca özündə saxlaya bilir. İkincisi, suyu alt qatlara ötürən məsaməli asfalt örtükləridir. Yəni, pervious asfalt dediyimiz material. Yəni su üstündə qalmır, birbaşa yerin altına keçir. Düzdür. Həmçinin tərkibində kömürləşdirilmiş üzvi maddə olan biochar materiallarından istifadə və xüsusi biohovuzların inşası nəzərdə tutulur. Dövlət proqramı çərçivəsində, məsələn, 2026-2035-ci illər üçün 30 yeni böyük su kollektorunun tikintisi planlaşdırılır. Baxmayaraq ki, bəzi tədqiqatçılara görə bu rəqəm ehtiyacı tam qarşılamaq üçün yenə də kifayət deyil. Bu süngər şəhər ideyasını nə qədər müasir və funksional səslənsə də, bir məqam məni düşündürür. Yəni, Bakı kimi yaşıllığı nisbətən az olan, quraq iqlimə malik və demək olar ki, hər qarışının daşla və betonla plitələndiyi bir şəhərdə bunu tətbiq etmək bir qədər xəyalpərəstlik deyilmi? Biz doğrudan da bu beton kütləsini yenidən təbiətə qaytara bilərik. Kopenhagen və Rotterdam kimi şəhərlər də vaxtilə eyni şübhələrlə yola çıxmışdılar. Lakin onların tətbiq etdiyi model sırf belə deyək, təbiətə qayıtmaq deyil. Bu yanaşma hibrid boz-yaşıl infrastruktur adlanır. Boz-yaşıl infrastruktur. Bəli. Burada boz infrastruktur qismində yenə də ağır mühəndislik, yəni o böyük yeraltı tunellər və kollektorlar iştirak edir. Bunlar ekstremal suları idarə edir. Lakin yaşıl infrastruktur, yəni parklar, damlar və kiçik torpaq sahələri isə kiçik və orta intensivlikli yağışları neytrallaşdırır. Və bu, sadəcə dövlətin yox, həm də vətəndaşların kiçik addımları ilə mümkündür. Məsələn, vətəndaşlar nə edə bilər? Məsələn, məhəllələrdəki kiçik torpaq sahələrini betonlamamaq, su kanallarına məişət tullantıları atmamaq kimi çox sadə davranışlar ümumi şəbəkənin yükünü xeyli yüngülləşdirir. Bugün biz kifayət qədər mürəkkəb bir sistemi təhlil etdik. Yəni, Bakının daşqınlarla imtahanının sadəcə hava proqnozu ilə deyil, yeraltı suların doyma səviyyəsi, torpağın gilli strukturu, şəhərin məruz qaldığı ağır betonlaşma və köhnəlmiş ötürücü xəttlərlə necə bağlı olduğunu aydınlaşdırdıq. Bəli, bu amillərin hər biri zəncirvari şəkildə bir-birinə bağlıdır. Həmçinin yolların altındakı o qapalı kimyəvi və mexaniki dağılma proseslərini öyrəndik və qlobal təcrübənin istər milyardlarla dollarlıq yeraltı məbədlərlə, istərsə də şəhəri bir süngərə çevirən fəlsəfə ilə bu problemə necə yanaşdığını nəzərdən keçirdik. Təhlilimizin sonunda isə mənbələrimizdən irəli gələn, lakin üzərində biraz da düşünməli olduğumuz bir fikri sizə ünvanlamaq istəyirəm. Bu, doğrudan da diqqət çəkən bir yanaşmadır. Bəli, bu konsepsiya mühəndislikdə su-neytral inkişaf adlanır. Baxın, təsəvvür edin ki, elə bir qanun qəbul edilir ki, şəhərdə inşa olunan hər yeni göydələn və ya ticarət mərkəzi damına düşən heç bir damla yağış suyunu küçəyə, ictimai şəbəkəyə axıda bilməz. Hər bir bina o suyu özünün yeraltı çənlərində saxlamağa məcburdur. Yəni, sistemə əlavə yük verməmək şərti ilə tikilir. Məhz belə, bəlkə də şəhərin gələcək xilası daha böyük və daha bahalı borular çəkməkdə deyil, elə hər bir binanı öz suyunu idarə edən müstəqil bir vahidə çevirməkdədir.
Bəs sizin yaşadığınız bina və ya işlədiyiniz ofis növbəti ekstremal yağışda öz su yükünü daşıya bilərmi? Gələn dəfə pəncərədən yağışa baxarkən üzərində durduğunuz torpağın bu suyu qəbul edib etməməsi barədə düşünün. Dinlədiyiniz üçün minnətdarıq.